bir insanın bütün bir millətin düşüncəsini necə ələ keçirdiyini və bu gücün onu və ətrafındakiları necə dəhşətli bir sona apardığını göstərir. Deməli, birinci məqam. Goebbels çox yaxşı bilirdi ki, reallığı idarə etmək üçün ilk növbədə informasiyanı idarə etməlisən. O, təkcə bir nazir değildi, sanki bütün Almaniyanın baş redaktoru idi. Radyodan istifadə edərək nasist ideologiyasını demək olar ki, hər evə çatdırdı və fərqli düşüncələri susturmaq üçün Berlinin mərkəzində 10 minlərlə kitabı yandırdı. İkincisi və bəlkə də daha qorxunc olanı onun psixoloji strategiyası idi. Fəlsəfəsi əslində çox bəsit idi. Kifayət qədər böyük bir yalandı və onu o qədər təkrarla ki, insanlar axırda buna həqiqət kimi inansınlar. Bütün problemləri tək bir düşmənə, yəni yahudilərə yönəldir və kütlələri emosional şiarlarla coşdururdu. Və nəhayət onun fanatik sədaqəti. Baxın, Hitlerə olan pərəstişi o qədər güclü idi ki, o və həyat yoldaşı Magda 6 övladının hamısına H hərfi ilə başlayan adlar vermişdilər. Rejim süqut edəndə isə Goebbels nasist ideologiyası olmadan yaşamağı mənasız saydı və ağlasılmaz bir addım atdı. Əvvəlcə 6 övladını zəhərlədi, sonra isə öz həyatlarına son qoydular. Yəkin olaraq Joseph Goebbels təkcə bir təbliğatçı deyil, o, yalanın bir milləti fəlakətə sürükləyən, necə güclü bir silaha çevrilə biləcəyinin həqiqətən də unudulmaz və soyuq bir simvoludur.